Herkese salam, kanalıma videoma hoş geldiniz. Mən Asim, yenidən bir vlogla sizin qarşınızdayım. Bu vlog bir növ axşam vlogu kimi bir şeydir. Bu günləri məktəbdən qayıdandan sonra çox da bir şey eləyə bilmədim. Çünki yuxum gəlirdi. Biraz uzandım falan. Hal-hazırda saat 6-ya qalır 20 dəqiqə. Və mənim bu günləri eləməli olduğum şeylər fizikadan 2 sınaq işləmək, həndəsə nəsənlaşlardan 2 sınaq işləmək, üçbucaqlardan 2 dənə sınaq işləmək, Python öyrənmək, ingilis dili öyrənmək, sonra bir dənə teorem, bir də onun isbatını öyrənməkdir. Bayaq dedim deyəsən, saat hal-hazırda 6-ya qalır 20 dəqiqə və mən bunların hamısını saat 10-a qədər bitirə bilsəm çox əla olar. Saat 10-da da videonun editinə başlayaram və paylaşıb yataram. Bu qədər, bir də sabah təzədən açaram kameranı. Bir də mən indi bu sayta girdim Zipgrade-ə ki, bəs görürsən məntiqdən bizim ev tapşırığımız var yoxsa yox. Sən demə bizim ev tapşırığımız var imiş. Amma 2023 7-ci bir də 8-ci sinif oturub indi onları işləyəcəyəm. Bu qədər. İndi oturub onları işləyəcəm. Onları işləyəndən sonra gedəcəyəm fizikadan falan sınaq işləməyə. Saat 8-ə işləyir 20 dəqiqəmi. Amma onun suallarını indi gücbəla qutardım da. Normalda bundan əvvəl biz 2-ci, 3-cü siniflərin testini işləyirdik. Yəni tezbaza girirdim 15 dəqiqə, maksimum 20 dəqiqəyə indi yazırdım, çıxırdım. Məsələn, o qədər də vaxt aparmırdı. Nazdan yazırdım, 20 dəqiqəyə gedirdi. O indi 7-ci, 8-ci sinifləri işləyirik. Saat neçədə başladım? Neydi? Saat indi 8-ə işləyir. Necə başlamışam? Bilmirəm, saat bu dəqiqə 8-ə işləyir. Təmiz nə qədər vaxtım gedib məni? Bilmirəm.
Bu eləmək istədiyim şeylərdən böyük ehtimalla bəzilərini ixtisara salaram. Bu günləri eləmərəm də. Yəni bu fizikadan sınağı bu gün eləməliyəm, bu gün eləyəcəm fizikadan sınağı. Həndisənin əsanlaşlarını da çalışacağam bu gün eləyim. Üçbucaqlar, yəni sınaqları çalışacağam bu günləri eləyim. Teoremi ola bilər indi məsəl üçün sabaha saxlayım. Python-u ola bilər sabaha saxlayım. İngilis dilini çalışacağam eləyim, amma ola bilər onu da sabaha saxlayım. Çünki bu dəqiqə o vəziyyətdəyəm ki, bir şey öyrənsəm belə o mənim başıma girməyəcək. Ona görə öyrənməli şeyləri saxlayaram. Bu dəqiqə zarfatsız o vəziyyətdəyəm ki, bir şey öyrənsəm, yəni bu dəqiqə burdan girib bu tərəfdən çıxacaq da. O səbəbdən ancaq yazmalı şeyləri yazım. Bu öyrənməlilər qalar, sabahlar falan eləyərik də indi. Hal-hazırda gedib fizikadan sınaq var, belə 20 variant atacağam PDF-ni. Oradan işləyəcəyəm. Qısa video çəkmək istəyirdim. Qısa videoda böyük ehtimalla qalar. TikTok, Instagram'a neçə vaxt video ata bilmirəm. Bütün oradakı tuşlar demiş etkileşimim ölüb. Video atsam da bu dəqiqə böyük ehtimal edirəm videona görə oralara da video atmalıyam da. Nəysə də gedim onda mən şeyləri, sınaqları işləyim. Bu arada indi rüçkam düşdü bir yana. Kitara gördüm, kitaramı gördüm, duyğulandım, belə nostalgiyası yaşadım. Dedim ki, mən vaxtında kitara çalmaq öyrənirdim və heç nə öyrənə bilmədim, öyrənmədim heç nə. Amma bir dənə mahnı, bir-iki dənə mahnı çala bilirəm. O da mahnı deyil, prosta ritmidir də. Baxın görün, bilirsiniz nədir bu. Bütün akordu qaçıb böyük ehtimalla gitarın üstə çəkdim qabağa. Nəsə bu belə bir şey var, sarılı şey var idi. Səhv getdim. Yine səhv getdim. Sonra bir tane şey var. Bir saniye. Akord çəkmiyorum. Mən də deyirəm, ses nə üçün bu dilinə gəlir? Akord çəkmişəm. Sonra bu var idi bir də saniyə. Poy dedi. Gözlüyüm bunu çalacağım. Bu şey var idi bir də saniyə. Hədə belə etdə deyəsən. Səninlə en sevdiğin gibi söylenler. Yok en sevmediği. Seninle hiç sevmediğin gibi silahlar, bıçaklar, kanlar ve yaralar havalarda uçuşur. Neceydi o mahnı yadımdan çıktı diye. Seninle hiç sevmediğin, seninle hiç sevmediğin gibi. Abi neceydi ben de şunu ben bilirdim. Bir dakika. Seninle hiç sevmediğin gibi silahlar, bıçaklar, kanlar ve yaralar havalarda uçuşurken seni sevdiğin gibi. Mahnıya bütün adamın həvəsiniz adını öldürdü mü? Yazın şey ananas gibi, ahududu gibi yemeden çok ama heç nə çalam. Mən çala-çala heç nə oxuya bilmirəm. Bunu bildim. Əvvəldə oxuya bilmirdim. İndi fikirləşdim ki, bəlkə oxuya bilərəm, bilmədim. Mahnının sözləri yadımdan çıxdı. Senin de hiç sevmediğin gibi silahlar, bıçaklar, kanlar ve yaralar
havalarda ötüşürken en sevdiğin gibi. Bir de saniye parmaklarım. En bombası bu diye. Bunu da çala bilmirəm. Bu yapma ne olursun şey var ya. Böyle diye bu ha. O ne oldu sana? Neyse de çala bilmirəm. Qəbullandım burada. Mən gitar çala bilmirəmmiş. Ama bunu çala bilirəm. Gözləyim başı şov eləyim də siz üçün. Hardaydı? Mən seyəcəyim dərs yazım çox böyle şeylərdə.